kılınç getir elmenin başın kesmeye. Kanını koymayacağım bala. Sen benim donmeciğim balamsın. Taşla elmeni. Baba donun başı kesmiş. Ben donun kızıyam. Ben donun kızıyam. 11 dənə mənim zürriyyətim olub, həqqi öz bədənimdən. Ölən ölüb, qalan qalıb. İndi mənim ən istədiyim bu şəhid var idi. 1991-ci ildən başlayan aktiv döyüş əməliyyatlarına Ələvi ananın oğlu Mürvət də qatılır. İlk döyüş yolu Ağdamda yaradılan ərazi özünü müdafiə batalyonundan keçən Mürvət valideynlərinin xeyir duasını aldıqdan sonra vətənin müdafiəsinə baxır. Fəal döyüş əməliyyatlarının iştirakçısı olur. Bir müddət sonra isə yeni yaradılan Bərdə ərazi özünü müdafiə batalyonunda xidmətini davam etdirir. Oğlunu böyük bir izdihamla dəfn edən Ələviyə ana məzar başında oğlunun qanını almağa söz verir. O Ağdərə tərəfdə oldu, o tərəfdə şəhid oldu. Yerlərinə, qəbirlərini mən götürtürmüşəm. Hamısını özüm eləmişəm. Bir nəfərdən 1 manat almamışam. Hələ indiyə kimi gedib rayon rəhbərinə deməmişəm ki, mən yoxumdur, ya mənə kömək eləyim. Heç birinə ağızlaşmamışam. Kişi gəldim, kişi kimdə gedəcəm bu dünyadan. Onu dəfn elədilər. Bərdə rayonunun, bütün Azərbaycan yığışdı onu dəfninə. Özü də televizorda da var, kasetlərim var mənim. Onu elə dəfn elədilər. Onun verdiyi sözü tutması təkcə oğlunun ruhunu rahat etmir. Həm də onunla eyni dövrdə yaşad olan gənclərin vətənpərvərlik ruhunu artırır. Ələviyə ana düşməndən oğlunun heyfini almağa nail olur. Nəsir